sünnədə də Quranda olduğu kimi peyğəmbərlərə iman gətirməyin imanın əsaslarından olmasına dair kifayət qədər dəlillər var. Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail əleyhissalamın iman barədə verdiyi suala cavab verərkən demişdir: İman Allaha, onun mələklərinə, onun kitablarına, onun elçilərinə, axirət gününə və qədərə, onun xeyrinə və şərinə iman gətirməkdir. Hədisdə peyğəmbərlərə iman gətirmək imanın digər əsasları ilə birgə qeyd olunur. Müsəlmanın bunu etiqad edərək həyata keçirməsi vacibdir. Digər bir hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazında təhəccüd duası edərkən deyərdi: Allahım, həmd sənədir. Sən göylərin və yerin nurusan. Həmd sənədir. Sən göylərin və yerin hamisisən. Həmd sənədir. Sən göylərin, yerin və onlarda olanların Rəbbisən. Sən haqsan. Verdiyin vəd haqdır. Dediyin söz haqdır. Sənə qovuşmaq haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Qiyamət haqdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin imanın əsaslarını qeyd edərək, duasının əvvəlində Allaha imanla cənnət və cəhənnəmin, habelə qiyamətin haqq olması ilə yanaşı, peyğəmbərlərə də imanı qeyd etməsi, peyğəmbərlərə və elçilərə iman gətirməyin nə qədər mühüm olduğunu və dində xüsusi bir yer tutduğunu göstərir. Bundan aydın olur ki, peyğəmbərlərə iman gətirmək vacibdir. Həmçinin o da aydın olur ki, onlara iman gətirmək bu dinin ən böyük dəyərlərindən və onun ən əzəmətli xislətlərindəndir. Və o da aydın olur ki, peyğəmbərlərin hamısını və ya onlardan birini inkar edən kəs imanın rükünlərindən olan bu əzəmətli rükünü inkar etməklə Allaha qarşı böyük küfr işlətmiş olur və kafir sayılır.